Hər birinizə salamlar əziz abituriyentlər. Bu günlər mən sizə tarix test toplusundan birinci hissədən birinci bölmənin suallarının izahını verməyə çalışacağım. Keçək suallarımızın izahına. Deməli, birinci bölmədə paleolit, mezolit, neolit və enolit aid olan test tapşırıqlarıdır. Birinci sualımıza baxaq. Birinci sualda deyir ki, Azərbaycanda paleolit dövrü öyrənilmişdir. Paleolit dövrü A variantında deyir ki, Azıq mağarasından əldə edilən tapıntılar əsasında. Bəli, doğrudur. Bir də cavabımız olacaq A variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur, çünki rahat sualdır bu. İkinci suala baxaq. Deyir ki, neolit dövründə A-da deyir ki, yığıcılıq və ovçuluq əsas məşğuliyyət sahəsi oldu. Biz bilirik ki, yığıcılıq və ovçuluq istehlak təsərrüfatıdır. Neolit dövründə isə artıq istehsal təsərrüfatı meydana gəlmişdi və əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsi olmuşdu. Ona görə A-nı çıxırıq variantdan. B-də deyir ki, ilkin əkinçilik vərdişləri meydana çıxdı. Xeyr. Dediyimiz kimi maldarlıq və əkinçilik əsas məşğuliyyət sahəsi olub neolitdə və ilkin əkinçilik vərdişlərinin meydana çıxması mezolitə aiddir. Ona görə B-ni çıxırıq. C-yə baxaq. Heyvanların əhəlləşdirilməsindən başlanıldı. Bu da mezolit dövrünə aiddir. C-ni də çıxırıq. D-də deyir ki, müxtəlif sənət sahələri meydana gəldi. Bəli, doğru cavabımız olacaq elə D variantı, müxtəlif sənət sahələrinin meydana gəlməsi. E-də nə deyir? Heyvanlar daha uzaq məsafədən ovlanmağa başlanıldı. Nə vaxt oldu? Mezolit dövründə. Nəyin nəticəsində? Ox və kamanın ixtirası nəticəsində. Ona görə E variantı yanlışdır. Deməli, üçüncü sualımıza baxaq. Alt və orta paleolit dövrlərinin ümumi cəhəti. Alt və orta paleolit dövründə deməli, ağıllı insanın formalaşması. Ağıllı insanın formalaşması deyirsə, bu sadəcə alt paleolit dövrünə aiddir. Yazsaydı ki, ağıllı insanın mövcud olması biz A-nı doğru götürə bilərdik. Amma formalaşması dediyinə görə bu sadəcə alt paleolitə aiddir. Bunlara diqqət yetirək. İlk əkinçilik vərdişlərinin yaranması, ilk əkinçilik vərdişləri nə vaxt yaranmışdı? Mezolit dövründə. B-ni çıxırıq. A və B getdi. Deyir ki, C-də Neandertal adamın yeni insan tipinin mövcud olması. Bu orta paleolitdə mövcud idi, amma alt paleolitdə mövcud olmadığına görə C-ni də çıxırıq. D-yə baxaq. Əmək alətlərinin daşdan hazırlanması. Bəli, D variantı olacaq. E-də deyir ki, ictimai əmək bölgüsünün baş verməsi. E-də yanlışdır. İctimai əmək bölgüsü Tunc dövrünə aiddir. Dördüncü suala baxaq. Paleolit və mezolit dövrlərinin ümumi cəhəti. Deməli, qəbilə icmasının yaranması. Baxın, nə deyir? Yaranması. Mezolitdə qəbilə icması mı yaranmışdı? Xeyr, ona görə A-nı çıxırıq. Əgər yazsaydı mövcud olmasa biz götürə bilərdik. Amma yaranması deyirsə, biz götürə bilmərik. Bu deməli, anlayışlara diqqət yetirmək lazımdır. Yaranması və mövcud olması anlayışlarına. B-yə baxaq. Əkinçilik və maldarlığın əsas məşğuliyyət olması neolitə aiddir. Mezolitə, nə də paleolitə aid deyil. Ona görə B-ni də çıxırıq. C-yə baxaq. Axirət dünyasına inamın yaranması. Axirət dünyasına inam yaranır. Nə vaxt? Orta paleolitdə. Mezolit dövründə yaranmışdımı? Xeyr, götürə bilmərik. C-ni çıxırıq. Baxın, mövcud olması desəydi, götürə bilərdik. Amma yaranması dediyinə görə götürə bilmirik. D-yə baxaq. İstehlak təsərrüfatının mövcud olması. Bəli, doğru cavabımız olacaq elə D variantı. Həm paleolit, həm mezolit dövründə istehlak təsərrüfatı mövcud idi. E-də nə deyir? Tayfa ittifaqlarının mövcud olması. Bu da aiddir Tunc dövrlərinə. Ona görə E-ni də çıxırıq. Baxaq 5-ci sualımıza. İlk şəhər mərkəzlərinin yaranması. Baxın, birinci neoliti göstərir, düzdürmü? Neolit, ilk şəhər məskənlərinin yaranması nə vaxt yaranmışdı? Orta Tuncda. Bir ona görə yanlışdır. Bir olan cavab A çıxdı. İkinciyə baxaq. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Sənətkarlıq nə zaman müstəqil sahəyə çevrilmişdi? Deməli, baxın, burada 2-də yanlışdır. Çünki burada nə göstərir bizə? Enolit dövrü, düzdürmü? Amma bu Tunca aiddir. Ona görə 2 olan variantları C-ni çıxdıq. Həmçinin E-ni də çıxdıq. Sonra üçüncüyə baxaq. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bəli, Tunc dövrü, orta Tunc verib 3 doğru götürəcəyik. Ona görə 3 düzdür. Dördüncü deyir ki, ilk metalın əldə edilməsi. İlk metal nə vaxt əldə edilmişdi? Enolit dövründə. Amma burada nə göstərir? Erkən dəmir. Yanlışdır. Ona görə 4-ü də çıxırıq. Cavabımız qalır B variantı. 5-ciyə baxaq. Deyir ki, oturaq həyata keçirilməsi neolit. Bəli, doğrudur. Deməli, cavabımız olacaq B variantı. 3 və 5. 6-cı sualımıza baxaq. 6-cı sualda deyir ki, uyğun variantı müəyyən edin. 6-da toxuculuğun yaranması birdə nə göstərir? Birdə göstərir erkən Tunc. Toxuculuq erkən Tuncdan mı yaranmışdı? Xeyr, toxuculuq nə vaxt yaranmışdı? Neolitdə. Ona görə bir olan variantları D-ni, B-ni çıxdıq. Neandertal adamın yaranması orta paleolit. 2-də nə göstərir? Elə orta paleolit. 2 doğrudur. İlk metalın əldə edilməsi enolit. Bəli, 2 ilə 3 ilə doğru cavabımız olacaq E variantı.
Baxaq 7-ci suala. Azərbaycanda neolit dövrü üçün səciyyəvidir. İlkin əkinçilik vərdişlərinin yaranması mezolitdə A-nı çıxdıq. Metal alətlərindən istifadə edilməsi enolitdən başlayır, B-ni çıxırıq. Mənimsəmə təsərrüfatının yaranması yanlışdır. İstehsal təsərrüfatı yaranmışdı, C-ni çıxırıq. Əhalinin oturaq həyata keçirməsi doğrudur. 7-də olacaq cavabımız D variantı. Sonra baxaq, deməli, E-də deyir ki, ev heyvanlarının əhəlləşdirilməsinin başa çatması, bu da enolitə aiddir. Ona görə E-ni də çıxırıq. 8-ci sualda üst paleolit dövrünə aiddir. Baxın, üst paleolit dövrü A-da deyir ki, bacarıqlı insanın yaranması. Bacarıqlı insan, xeyr, ağıllı insan yaranmışdı. Ona görə A yanlışdır. A-nı biz götürə bilmərik. B-yə baxaq. İnsanların süni od əldə etməyə başlaması orta paleolitdir. B-ni də götürə bilmərik. Axirət dünyasına inamın yaranması. Nə vaxt yaranıb? Orta paleolitdə. C-də yanlışdır. İnsanların qəbilədə yaşaması. İnsanlar qəbilədə yaşayırdılarmı? Bəli, D doğrudur. Ona görə doğru cavabımız olacaq. Elə D variantı. Oddan 2 dəfə istifadə edilməsi də düşür alt paleolitə. Süni od yazsa orta paleolit. Sonra baxaq 9-a. Azərbaycanda mezolit dövrü üçün səciyyəvi deyil. Ox və kamanın ixtira olunması doğrudur. A-nı çıxırıq. Heyvanların əhəlləşdirilməsinə başlanması doğrudur. B-ni çıxırıq. Tayfa ittifaqlarının yaranması aid nə vaxtda? Tunc dövrünə. Ona görə C. Aid deyil, mezolit üçün səciyyəvi deyil. C-ni götürəcəyik. Deyilir ki, istehsal təsərrüfatına keçidin əsasını qoyması aiddir. İlk əkinçilik vərdişlərinin yaranması, bu da mezolitə aiddir. Ona görə 9-da doğru cavabımız oldu C variantı. 10-cu suala baxaq. Deyir ki, Neandertal adama aiddir. Neandertal adam nə vaxt idi? Orta paleolitdə, düzdürmü? İlk insan məskənlərini salması. Yanlışdır. A-nı çıxırıq. Ovçuluq və yığçılıqla məşğul olması, bəli, B olacaq. 10-cuda orta paleolit dövründə insanlar ovçuluq və yığçılıqla məşğul olurlar. Həmçinin alt paleolit dövründə də. Deməli, ilk dəfə heyvanların əhəlləşdirilməsi C-də deyir. Bu aiddir mezolitə. D-də deyir ki, qəbilə icması şəklində yaşaması. Bu orta paleolit dövrünə aid deyil. Ona görə D-ni də çıxırıq. E-yə baxaq. İlk dəfə daşdan əmək alətlərinin hazırlanması, ilk dəfə hazırlanması deyirsə, bu aiddir deməli alt paleolitə. Ona görə də orta paleolitə götürə bilmərik. Daşdan əmək alətlərinin hazırlanması yazsaydı, götürə bilərdik. İlk dəfə sözünə görə biz onu götürə bilmərik, onda eyni. Deməli, onda doğru cavabımız olacaq B variantı. Baxaq 11-ci suala. Neandertal adama aiddir. Neandertal adama aiddir ulu icmada yaşaması. Elə doğru cavabımız olacaq A variantı. Toxçuluqla məşğul olması neolitdən başlayır. Oturaq həyat sürməsi neolitdən başlayır. Qəbilə icmasında yaşaması üst paleolitdən başlayır. İlk daş alətləri hazırlanması da alt paleolitdir. Daş alətləri hazırlanması yazsaydı sadəcə doğru olurdu. Amma iki sözü yazdığına görə burada. Ona görə E-də yanlışdır. Keçək 12-ci sualımıza. 12-də deyir ki, uyğunluğu müəyyən edin. Orta daş dövrü. Birinci nə göstərib? Ana xaqanlığının mövcud olması. Deməli, orta daş dövründə, yəni mezolitdə ana xaqanlığı mövcud idimi? Bəli. İkinciyə baxaq, qəbilə icmasının yaranması dediyinə görə, bax 2-ni çıxırıq. Deməli, 2 olan variantlarda çıxır, yəni B, E çıxdı. Bu belə. Üçüncüdə deyir ki, yeni daş dövrü. Baxın, yeni daş dövrü ana xaqanlığının mövcud olması. Mövcud olması deyirsə, bəli, doğrudur. Elə ona görə də doğru cavabımız olacaq 1-dən 3. Əgər ana xaqanlığının yaranması desəydi, biz onu götürə bilməzdik. Bizə deyir ki, mövcud olması. Mövcud olması dediyinə görə də doğru cavabımız olacaq 1-dən 3, yəni C variantı. Baxaq 13-cü suala. Orta daş dövrü, yəni mezoliti nəzərdə tutur və deyir ki, deməli, mikrolit əmək alətlərinin istifadə edilməyə başlanılması, bəli, mezolitdə var idi. Bir doğrudur. Sonra ikincidə deyir ki, sənətkarlığın müstəqil sahəyə çevrilməsi bu Tunc dövrünə aiddir. 2 olan variantları A-nı, E-ni çıxdıq. A və E çıxdı. Üçüncüdə deyir ki, yeni daş dövrü, yəni neolit. Və burada da mikrolit əmək alətlərini göstərir. Bu yanlışdır. 3-ü də çıxırıq. Baxaq 4-cüyə. Yeni daş dövrü, sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu da yanlışdır. 5-ciyə baxaq. Mis daş dövrü, toxa əkinçiliyinin inkişaf etməsi, bəli, bu doğrudur. 13-də doğru cavabımız olacaq C variantı. 14-də baxaq. Heyvanlar uzaq məsafədən ovlanmağa başlandı. Aha, mezolit. İnsanların qida ehtiyatları daha da artırdılar. Verilənlərin hər ikisinin nəticəsidir. Deməli, ox və kaman ixtira olunmuşdu. Bunun nəticəsində heyvanlar uzaq məsafədən ovlanmağa başlamışdı. İnsanların qida ehtiyatları daha da artmışdı. Deməli, cavabımız olacaq sadə bir sualdır, E variantı. 15-ci sual deyir ki, toxçuluq və saxsı qablar istehsalının yarandığı dövr təbii ki də neolit dövrü. Rahat sualdır. A variantı olacaq 15-də. Deməli, 16-cı sualda deyir ki, mis alətlərinin hazırlanmasına başlanılması, baxın, nəyə göstərir bu bizə? Enoliti. Təsərrüfatda əsasən daş alətlərindən istifadə edilməsi. Enolit dövrünə aiddir. Mis deməli,
əldə olunsa da yumşaq idi deyə daha çox daş alətlərinə yenə də üstünlük verilir. Ona görə doğru cavabımız olacaq eneolit. 17-yə baxaq. İlk əkinçilik vərdişlərinin yaranması. İlk əkinçilik vərdişlərinin yaranması. Aha, ibtidai maldarlığın əsasının qoyulması. Hansı dövrdür? Mezolit dövrü, yəni orta daş. Deməli 17-də cavabımız olacaq E variantı. 18-ci suala baxaq. Uyğunluq pozulmuşdur. Üst paleolit dövrü, ağıllı insanın yaranması. Baxın, bizdən uyğunluq pozulan variantı istəyir və burada deyir ki, ağıllı insanın yaranması, bəli, doğrudur. Üst paleolitdə yaranmışdı, ona görə çıxırıq. Orta tunc dövrü sənətkarlığın müstəqil sahəyə çevrilməsi doğrudur. C-də deyir ki, alt paleolit dövrü insanların süni otdan istifadə etməsi, süni yox, təbii otdan istifadə edirlər. Ona görə C olacaq 18-də. 19-a baxaq, uyğunluq gözlənilmişdir. İndi burada gözlənilmişdir deyir. Deməli, A-da deyir ki, yığıcılıq, istehsal təsərrüfatı. Baxın, yığıcılıqdır, ovçuluqdur, bunlar istehlakdır. Ona görə A-nı çıxırıq. B-yə baxaq, Kür-Araz mədəniyyəti, siklopik tikililərin yaranması. Yanlışdır. Son tuncdaydı bu siklopik tikililər. Sonra C-də deyir ki, Kür-Araz mədəniyyəti şumlama zamanı qoşqu heyvanlardan istifadə etməsi. Bəli, 19 olacaq C variantı. Doğrudur. 20-ciyə baxaq, Azərbaycanda neolit dövründə köçmə maldarlığı yaranmışdı. Xeyr, yanlışdır. B-də deyir ki, insanlar iki dəfə metalla tanış olmuşlar. Eneolit dövrüdür, bu yanlışdır. C-də deyir ki, sənətkarlıq müstəqil sahəyə çevrilmişdi. Tunc dövrüdür, bu yanlışdır. D-də deyir ki, Tuxa əkinçiliyi Xış əkinçiliyini əvəz etmişdi. Tuxa əkinçiliyi Xış əkinçiliyini erkən tuncda əvəz edirdi. Ona görə D də yanlışdır. E-də deyir ki, sümük və daşdan alətlər hazırlanmışdı. Bəli, bu doğrudur. 20-də olacaq E variantı. 21-ci suala baxaq. Verilənlərin hamısı Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Aha, deməli, deyir ki, ağıllı insanın formalaşmasının başa çatması, insanların ana xətti ilə qohumluq əsasında birləşməsi, qəbilə icmasının yaranması təbii ki də üst paleolit dövrünə aiddir. 21-də olacaq E variantı. 22-də deyir ki, uyğunluq gözlənilmişdir. A variantında deyir ki, neolit dövründə ikinci ictimai əmək bölgüsü meydana gəlmişdi. Yanlışdır bu. Orta tunca aiddir. İkinci ictimai əmək bölgüsü ümumiyyətlə, baxın, tunc dövrünə aiddir. İkinci ictimai əmək bölgüsü isə orta tunca aiddir. B-yə baxaq, paleolit dövründə istehsal təsərrüfatından keçidin əsası qoyulmuşdu. Baxın, paleolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdu. Bu aiddir mezolitə. Ona görə 22-də B-ni də çıxırıq. C-də deyir ki, mezolit dövründə insanlar mikrolit alətlərdən istifadə etmişdi. Bəli, 22-də 9 cavabımız olacaq E variantı. 23-ə baxaq. Daha əvvəl baş vermişdi. İlkin şəhər məskənlərinin yaranması, bu aiddir tunca. B-də deyir ki, atdan minik və qoşqu vasitəsi kimi istifadə olunması, bu aiddir son tunca. Deməli, C-də deyir ki, insanların toxuculuqla məşğul olması, insanlar toxuculuqla neolitdən məşğul olmağa başlayırlar. D-də deyir ki, birinci ictimai əmək bölgüsünün baş verilməsi, bu da erkən tunca aiddir. E-də deyir ki, mikrolit alətlərdən istifadə edilməyə başlaması, bu mezolitə düşür. Deməli, daha əvvəl baş verəni oldu E variantı. Baxaq 24-cü suala, deyir ki, daha əvvəl baş vermişdi. Ana xaqanlığının yaranması. Ana xaqanlığı yaranması aiddir paleolit dövrünə, üst paleolit dövrünə aiddir. Axirət dünyasına inamın yaranması orta paleolitə aiddir. Köçmə maldarlığın meydana gəlməsi. Köçmə maldarlıq aiddir erkən tunca. Üzümçülük və bağçılıq sahələrinin meydana gəlməsi aiddir orta tunca. İstehsal təsərrüfatının meydana gəlməsi. İstehsal təsərrüfatının deməli meydana gəlməsi də, yəni keçid əslində mezolitdədir, amma artıq meydana gəlməsi neolit götürürük. Ona görə də burada bizim doğru cavabımız olacaq axirət dünyasına inamın yaranması. Yəni B variantı olacaq. Çünki axirət dünyasına inamın yaranması bayaq da vurğuladığımız kimi orta paleolit dövründədir. Və bu da daha əvvəl baş vermişdi digərlərindən. Ona görə də 24-də doğru cavabımız olacaq B variantı. 25-ə baxaq. 25-də deyir ki, orta daş dövrünün əlamətlərindən biri. Orta daş dövrü, mezolit. A-da deyir ki, ilk insan məskənlərinin salınması, deməli, mezolit dövründə olmayıb, ona görə də A-nı çıxırıq. İlk əkinçilik vərdişlərinin yaranması, bəli, ibtidai əkinçilik, ibtidai maldarlıq aiddir mezolit, ona görə 25-də B olacaq. 26-ya baxaq. Azərbaycanda ata xaqanlığının mövcud olduğu dövrdən fərqli olaraq ana xaqanlığı dövründə, deməli, insanlar kollektiv halında yaşayırdı, metaldan alətlər hazırlanırdı. Baxın, bunlar hər ikisi. Metaldan alətlərin hazırlanması həm ana xaqanlığına, həm ata xaqanlığına aiddir. B-ni çıxırıq. A variantı yanlışdır, A-nı çıxırıq. C-də deyir ki, əkinçilik və maldarlıq meydana gəlmişdi. Meydana gəlmişdi deyir 26-da. Həm ata xaqanlığında, həm ana xaqanlığında
Daha doğrusu ata xaqanlığının mövcud olduğu dövrdən fərqli olaraq ana xaqanlığı dövründə meydana gəlmişdi. Baxın bu cümlə var ya, bu söz meydana gəlmişdi sözü. Ona görə doğrudur. Çünki hər ikisində var. Həm ana xaqanlığında, həm ata xaqanlığında əkinçilik və maldarlıq var. Amma meydana gəlmək sırf ana xaqanlığına aiddir. Ona görə də C doğru olacaq. Baxın biz D-ni niyə götürmürük? Sənətkarlıqla məşğul olurdu. Bu hər ikisində var. Amma yazsaydı sənətkarlıqla məşğul olmağa başladılar. O ana xaqanlığı dövrünə aid olardı yalnız. Ona görə D-ni də götürmürük. İnsanlar saxsı qablar hazırlayırdı. Bu da ortaqdır. Yəni həm ata xaqanlığı, həm ana xaqanlığında saxsı qablar hazırlayırdılar. Deməli C variantı olacaq 26-da cavabımız. 27-də deməlidir ki, Azərbaycanda eramızdan əvvəl 18-ci minillikdən fərqli olaraq, yəni mezolitdən fərqli olaraq eramızdan əvvəl 7-ci minillikdə, yəni neolitdə qan qohumluğuna əsaslanan insanlar birliyi mövcud idi. Deməli, fərqlilik istəyirsə A-nı götürmək olmaz. Çünki oxşardı. B-yə baxaq. Daşdan əmək alətləri hazırlanırdı. Bu da yəni oxşar cəhətdir. Daşdan əmək alətlərini hazırlamaq. Ona görə biz B-ni də götürə bilmərik. İnsanlar duluzçuluqla məşğul olurdular. Neolit dövründə bəli, insanlar duluzçuluqla məşğul olurdular, amma mezolitdə belə bir şey yox idi. Maldarlıq mövcud olmuşdu. Mezolitdə tam mövcud olmasa da, əsas məşğuliyyət sahəsi olmasa da ibtidai maldarlıq mövcud idi. Ona görə də D-ni götürürük. Yəni oxşar cəhət kimi. Bizdən fərqli istədiyinə görə biz sadəcə C-ni götürə bilərik. Axirət dünyasına inam mövcud olmuşdu. Bu da ortaqdır. Baxaq 28-ci sualımıza. Deyək ki, eramızdan əvvəl 18-ci minillikdən fərqli olaraq, yəni yenə deyir, mezolitdən fərqli olaraq eramızdan əvvəl 6-4-cü minillikdə, yəni enolitdə əhali toxuculuqla məşğul olurdu. Əhali toxuculuqla məşğul olurdu. Bəli, toxuculuq yaranıb neolitdə. Mezolitdə yox idi və 6-dan 4-cü minillikdə eramızdan əvvəl, yəni enolit dövründə toxuculuqla məşğul olurdu əhali. Ona görə 28-də doğru cavabımız olacaq A variantı. 29-da uyğunluq gözlənilmişdir. Qəbilənin həyatında qanunlar mühüm rol oynayırdılar. Deməli, üst paleolit dövründə elə bu doğrudur da. Deməli, 29-da olacaq A variantı. İlkin şəhər mərkəzləri yaranmışdı. Enolit dövrü yazıb Tunca aiddir. B-ni çıxdıq. İnsanlar suyunu da əldə etməyi öyrəndilər. Neolit dövründə yanlışdır. Orta paleolitdir. Deməli, D-dədir ki, daşların deşilməsi və cilalanması öyrənmişdi. Neolit aiddir. Mezolit yazıb B-ni çıxırıq. E-dədir ki, ilk metal əldə edilmişdi. Orta daş dövründə, yəni mezoliti nəzərdə tutulur və bu yanlışdır. İlk metal enolitdə əldə edildi. Buna görə E-ni çıxırıq. Cavabımız olacaq 29-da A variantı. 30-a baxaq. Deməli, 30-da deyir ki, Neandertal adam üçün səciyyəvi deyil. Neandertal adam nə vaxt deməli mövcud olmuşdu? Neandertal adam bayaq da biz bunu vurğuladıq ki, orta paleolit dövründə mövcud olub, düzdürmü? Deyir ki, ovçuluq və yığıcılıqla məşğul olması səciyyəvi idimi? Bəli. A-nı çıxırıq. İbtidai maldarlığın əsasını qoyması mezolitə aiddir və orta paleolitdə mövcud deyildi belə bir şey. Ona görə elə doğru cavabımız olacaq 30-da B variantı. Çünki bizə nə deyir? Səciyyəvi olmayan. Deməli, C-də deyir ki, təbiətin hazır məhsullarına mənimsəməsi doğrudur. Orta paleolitdə yaranması doğrudur. Təbii otdan istifadə etməsi. Təbii otdan istifadə etməsi də doğrudur. Sadəcə süni ot da kəşf eləmişdilər orta paleolit dövründə. Deməli, biz 1-dən 30-a qədər olan suallarımızın izahını verdik. Növbəti videomuzda isə sona kimi, deməli, birinci bölmənin sona kimi olan sualların izahını verməyə çalışacağam. Hər birinizə uğurlar arzulayıram. Hələlik, sağ olun.